Əgər tonalinin rəngi mənə düz gəlmirsə, mən heç vaxt onu tullamıram. Mən sadəcə qarışdırıram. Misal üçün Holikanın bu BB kremi. Bunların rəngi yoxdur. Hələ bir rəngdir. Bu da mənə tündür. Kifayətdir bu qədər. İndi götürürəm Flormar'ın bu konsileri. Bu da mənə çox açıqdır. Belə nöqtələr qoyuram. Əslində çox sevinirəm. Sabah mənim papiçkam gələcək və onu qarşılamağa gedəcək. Bugündən papa mənə yazır ki, sənə nə alım, nə gətirim, çimadanımı yığıram. Mən də nə desəm yaxşıdır, deyirəm heç nəyə ehtiyac yoxdur, bir dənə özün gəl, qəşəng qalbasaları gətir, sevdiyim sparja olsun. Bu hissələri mən mikrofonsuz çəkmişəm və telefonu pəncərəyə yaxın qoymuşam. Görürsünüz nə dərəcədə səs bərbad gəlir, hətta mənim belə əsəbimə toxunur. Ona görə mikrofon həqiqətən çox önəmlidir. Necə alındı? Məncə ideal. Makyajım tam deyildi, Allah belə wow görünmür, amma tonalni məsələsi bu ikisi məncə həll edib.